Kardeşler, binanın onudur. İmaretin qabağı ilə gedirik təzə tikilən binalara. Bak, burası sol taraf imarettir. İmaret kompleksi. Bu da hemen o binalardaki tikilən bizler için. Bütün bu artık kalan şeyleri, konteyner yazıları götürürler ki Cənab Prezidentimiz gelecek. Açılışda böyle səliqə olsun, biraz səliqə saxmanı eləyirlər. Artık bunlar işlerini görüp tutarırlar, yüklerini daşıyırlar kenara. Bu da binaların karşısının son vəziyyəti. Burada da görürsünüz ki, yolkaları, dekoratif ağaçları getirirler ki, küçələrə əkməyə. Artıq belə əkirlər. Belə olacaq, bak, küçələr. Bu da getirib yığırlar bura. Mescidimiz de buradan gözüküyor. Bu mescide taraf olan küçədir. Mescid buradan gözükür. Hələ bunun yerlerine gazon zat döşənəcək, çok güzel olacaq. Asfalt təzədir, hamısı çəkilib. İndi səkilərin ağaçlarınızda da əkilir. Bura bizim çörək muzeyimiz. Axırıncı binanın qabağına. Çox dəhşətli sürətlə işlər gedir. Bir nömrəliyə tərəf gedən yol. Bu da Kino Tiyatro'nun qabağındakı qalan hissəsi. Bu boyda Kino Tiyatro'dan qalan bir dənə bu qabaq hissəsidir. Arkada da bir nömrəli məktəbdir.
Bu taraftaki binalar da başlayıblar. Sarıtepe taraftaki binalar da, Seyit taraftaki. Bu binaların da az kalıp tamamlanmasına duvar işleri. Sarıtepe tarafı bura. Pazarın kabağı. Burada da yine binalar başlayıplar. Tikinti gelir. Bu da Ağdam'ın ışık dairesidir. Azər Enerji. Azər Işık. İşler süratle devam ediyor. Bu binalar yok. O yukarıdaki binalar demirler ki hazırdır. Yani işler kaldı hayat bacasında. Küçələrin asfaltlayıblar, asfaltlanmağa. Küçələr asfalt. Səkilərin zadın daşını düzürlər. Burada o 6 tane bina hazır olan binadır. İçinde yaşayış olan. Bak buralarda yaşayış var. Bak belə konteynerləri hamısını gətirib yerləşdiriblər buraya. Orada müşahidə eləməsində küçələrin abadlaşdırılmasına, səkilərin qurulmasına görə müşahidə eləməsin deyə hamısı bax gəlib yerləşib burada. Müvəqqəti yığılıb bura. Gələcək Allah qoysa kim harada bina tikəcəksə daşıyacaq yəni həmin yerə. Hələlik ambar kimi yığılıb bura. Yani bu Novruzlu yolu, aeroport yolu.
Burada beton vurmaq için avadanlıqda oradan beton dökürlər maşınlara. Bundan qabaqda da Sanayi Parkının ərazisidir. Orada firmalar var. Orada beton konstrüksiya zavodudur. Belə, bunu da çəkək Arxiv TV kanalı üçün. Qoy bir xatirə qalsın. Vaxt olar baxarıq, deyərik, hə. Belə olmuşdu. Bu günə salmışdılar Ağdamımızı. İndi gözəl, gündən gözəlləşir. Qəşəng. Allah prezidentimizə dəyməsin. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı qismət eləsin. Hə, yoldaşlar, yenə aeroport yolundayıq da. Bu Novruzlu yolunda binalar görsənir, bax. Hamısı binalar qəşəng tikilir. Son tamamlama işləri görülür. Bax, bu da bizim aeroporta gedən yolumuzdur. Həmən prospekti bu. İndi o vaxt ki, adım bilmirəm. Bu küçədə amma. Bu da bizim Sanayi Parkımızdır. Buradan baxanda Sanayi Parkı görükür. Ağdam Sanayi Parkı. Bak belə. Bu da hal-hazırda evlərin olduğu vəziyyəti. Hamı bilir ki, evlərcə bu günləri. Bu da bu kişinin hovuzu olub. Müvannik zadı belə kafeli zadı. Bilmirəm kimin evlərdir bu. Tanıya bilmirəm bunları. Şəhər uşaqları bəlkə tanıyar. Burada yaşayanlar. Belə, sağ olun, salamat qalın.